Xanımlarda bəzi məqamlar var ki, yox deməyə bacarmırlar. Məndə isə o problem heç bir zaman yox idi. Lazım olsa, yəni mən başa düşürəm ki, drujba, drujba, slujba, slujba, biznes də biznesdir. Heç bir zaman, yəni bir biznesa emosiyalarımı qatmırdım, çox da qatmırdım. Bəlkə o üzdən də belə Xarakter də söhbəti rol oynayır. Xarakter rol Məncə də. oynayır. Əslində bugünkü gündə siz biznes yanaşmalara baxdığımız zaman yumşaq bacarıqlar, empati də ona Bəli, soft daxildir. skills. Bu yumşaq bacarıqların arasında empati hissi mütləqdir. Çünki artıq bazar sahibkarın deyil, işçinindir. Əvvəllər bazar sahibkarın idi da. Yəni ümumi olaraq bir rəhbərin qapısını döymək işçi 100 dəfə düşünərdi, sözünü deməyə 100 dəfə düşünərdi. Yəni hansısa qorxu hissi var idi. Hal-hazırda sahibkar işçinin önündə demək olar ki, oynayır. Belə şərait Tamamilə yaradım, doğrudur, hələ aha. şərait yaradım ki, sən rahat işlə.